Abrat, biz niye girmişik cəmaatın evinə? Ay sakit danış, eşidəcəklər indi bizi. Bir söz demirsən məndə, Ruçka ilə qapı açırsan burada, dəli sənsən. Kinolarda məftillə açırlar, mən Ruçka ilə açıram da deyəm. Gəl. Abrat, mən cavan yaşımı türmələrdə keçirmək istəmirəm. Gəl çıxaq buradan, yenə belə. Ay, besi deyindi, nə besi sağladım qız kimi. Tez elə bax orada şkafların zadı içinə. Nə tapdın, yığ papağın içinə. Papaq? Nə papaq? Demək ki, papaq getirməmisən özündən. Oğru girmişik biz bu evə. Papağı nə edirik? Pulları götürüb çıxaq gedək. Sənin başın xarabdır, nə pul? Papaq götürməmisən sən. Şəkərbura paxlavanı götürüb çıxaq evdən, nə pul? Xəstəsən sən, evə şəkərbura paxlavaya çox girmişik biz. Axmağın bir axmaq. 2 gündür bu evə papaq atıram, mənə qoz qoymurlar. Nəinki mənə, papağıma da. Ona görə dedim ki, girib öz haqqımı özüm alacağam. Şəkərbura paxlava üçün belə eləyərlər. Bizdə mama pişirib dolu devdir, gedək verim sənə, çıxaq bu evdən. Məsələ şəkərbura paxlava deyil. 21 ilin papaq atanıyam, bu vaxta kimi heç bir qapıdan papağı boş qayıtmamışam. Əlçılan, niyə götürməmişsən papağı? Niyə götürməmişsən? Dedim, bana papaq ver. Sənin papağın.